Salam olsun ağama. Salam olsun yorğun müsafirə. Allaha şükür olsun ki, məni sənin dəstənə qoşub mübarək camalını görməklə gözlərimi nurlandırdı. Mən necə də xoşbəxtəm. Mən də səni görmək arzusundaydım, əziz Üveys. Üveys? Üveys Ülgərəni? Ne dediğini eşittin Malik? O Üveys'ti. Allah'ım, bu ki Üveysül Qarani'dir. Üveysül Qarani. Mən bu anı görməyimi Allah'tan çox istəmişdim. Sən uzun, həm də ağır bir yol gəlmisən Üveys. Bir qədər gözləyəcəyik ki, dincəlib güc yığasan. Mənim gücüm sənnəndir ağam. Allah'tan yalnız səni görəndən sonra canımı almasını istəmişdim. Bu halda hansı yorğunluq məni əldən sala bilər ki, ey mənim ağam? Mənim də sənə bir müjdəm var Üveys. O səni görməyimdən də önəmlidir. Bəli Üveys. Allah'ım, mən nə eşidirəm? Sən mənim dəstəmdə, getdiyimiz bu yolda şəhadətə qovuşacaqsan. Peyğəmbərləri onlara Qədirxumda buyurdu. Peyğəmbərə də nə qədər düşmən çıxdı. O dedi, qalx ya Əli. Məndən sonra sən ümmətimin imamı və rəhbərisən. Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır. Hamınız ona ürəkdən və səmimi beyyət edin. Heç yerdə su yoxdur. Biz hamımız suzuq. Sən suyu hardan gətirirsən? Benim Ferad yaxınlığında bir dostum var. Ayda bircə dəfə yeməyi və suyu o özü mənim üçün gətirir. Su içmək istəyirsinizsə, Ferada getməkdən başqa yolunuz yoxdur.
dayanın, getməyin. Xahiş eləyirəm. Xahiş eləyirəm, getməyin, dayanın. Qulaq asın, yalvarıram sizə. Sizə sözüm var, dayanın. Hara gedirsiniz, dayanın. Gözləyin, gözləyin. Dayanın. Ey gözəl insan, mənə də görüm sizin bu başçınız kimdir? O peyğəmbərdir, yoxsa peyğəmbərin canişini? Peyğəmbərin canişini. Adı nədir? Əli. Ali? İlyas? İlya? Əli. İbrit dilində İlya. Hara gedirsiniz? Döyüşə. Döyüşə kiminlə? Şam ordusu ilə. Şamın hakimi kimdir? Müaviyə. Muaviye? Sen peygamberin canişinisən? Bəli, ey Məsihi, mən sonuncu peyğəmbərin canişiniyəm. Öyleyse kulak as. Dede babalarımız uzun illerden beri bu qalada bu günü gözləyiblər ki, senin kimi bir kişi gelip bu bulağın üstünü açsın. Sələflərim hamısı bu quyunu görmeden ölüp gittiler. Bu lövhəyə bir bax. Burada Məsih'in həvarilerinden biri qeyd eləyib ki, burada cennet bulaqlarından biri yerləşir. Bu bulağın yerini sonuncu peygamber ya da onun hak canişininden başka hiç kim tapa bilmez. Sizlerden herkes bu bulağı tapanla rastlaşsa, tereddüt eləmədən ona iman getirip dəstəsinə qoşulsun. Mən sənin simanda parlaq bir nur görürəm. Lövhəni göstər mənə. Allaha həmd sana olsun ki, İbni Əbu Talib onun yanındadır. Koy Müslüman olum. Müsəlmanlıq dildə deyil, əməldədir. Biz döyüşə gedirik. Ben de size koşuluram. Ben de sizinleyim. Ben de sizinleyim. Size koşuluram. Səni İslamla salamlayıram. Sənə başqa bir müjdə də verim. Buyur gözlerimin nuru, buyur. Sən Siffeyində dəstəmin ilk şəhid olacaqsan. Ne hoştu bu. Ne güzel. Bu ne hoş haberdi. Sənin cənazənə özüm namaz qılacağam. Səni bu əllərimlə qəbrə qoyub deyəcəyəm ki, bu kişi həqiqətən biz əhl-i beytdən idi. Bu ne büyük saadetti. Bu nece büyük xoşbəxtlikdi. Film 2008-ci ildə dublyaj olunmuşdur. Ərəb dilindən tərcümə edən Mais Ağaverdiyev. Redaktorlar Kamran Nəcəfov və Mehrab Xəlilov. Məsləhətçilər Yusif Bağırov və Ceyhun Cəfərov. Dublyajın rejissorları Vüqar Camalzadə, Mahir İbrahimov. Səs rejissoru Eldar Maisoğlu.
Veys.